Qardaşım, sən biraz orana keç də, mən buranı silmişəm, yaşlı. İşimin adı nədir sən? Yeri silmək. İşi gör də. Nətər gəldin Əli? Xoş gəldin. Yaxşı gəldin. Bu da dedin sən mənə? Hə. Hə, qulaq as. Siz xadimə kişiyi niyə götürmüsünüz bu işə? O xadimə deyil, o deyir müdür gəldi. Salam müdür. Xoş Salam. gəldiniz. Bu mənim dostumdur, demişdim, işgüzar, çalışqan, çox mədəni bir uşaq. Deyirəm ha, bu qardaşla tanış olduq orada girişdə. Təəssüf ki, biz bu adamı işə götürə bilməyəcəyik. Çünki bu adam başqalarının əziyyətinə qiymət verməyən bir insandır. Özü yəqin başa düşdü. Mən sizi başa düşdüm. Ay eşşi, neynədin sən 2 dəqiqə gəldin sən bura? Neynədin? Bir ayda iş üçün yalvarsan necə? Güclə balayla iş tapdım səni. Get paltarlarımı da çıxart, qaytar xarabaya qoy. Söz. Mərfətsiz. Sakitlər. Müdür, Getdi. problem nədir? Mən bunu belə bilmirdim. Mən bunu daha mədəni, sakit bir insan bildiyimə görə sizə məsləhət gördüm. Üzrlüsən. Sən- Başqa işçi Sən əsəbləşmə, hər şey qaydasındadır. Ya bütün əsəblərimi qaldır deyin. Amma sakit olacaq. Söz.